Mətbəximdən hamıya salamlar. Zebra keksi var. Niyə zebra peçenyası olmasın? Belə formada peçenya hazırlamaq istədim. Sizlərə də ideya olsun. Dəqiq resepti şərhlərdə qeyd edirəm. Şəkər tozu, qarğıdalı nişastası, qabartma, vanil, duz, yumurta, kərə yağı, un qatıb ələ yapışmayan xəmir yoğururam. Xəmirin 1/3 hissəsini ayırıb kakao ilə birləşdirirəm. Sadə xəmiri 8, kakaolu xəmiri 7 hissəyə bölüb kündələyirəm. Videoda gördüyünüz kimi uzun forma verib yayıram və üst-üstə yığıram. Stricə büküb forma verirəm. Rahat doğransın deyə 20 dəqiqə buzluğa qoyuram. Sonra doğrayıb 180 dərəcə isitdiyim sobada bişirirəm. Düzünü desəm elə çiğ halda da çox iştah açıcı görsənir. Hazırlamağa dəyər. Bu qədər ərzaqdan 22 ədəd peçenya alındı. Həm dadı, həm görünüşü gözəl olan peçenyalarım hazırdır. Yaddaşa verin, lazım olar. Dəstək üçün abunə olmağı unutmayın. Sonacan izlədiyiniz üçün təşəkkürlər.